vaxtınız xeyir olsun. Bu videoda sizlərə günün informatika suallarından 21-ci sualın izahını verəcəm. Gəlin baxaq. Sualımız Python proqramlaşmasına aiddir. Belə bir sual verilib. Proqramın icrası zamanı n dəyişənin hansı ən böyük qiymətində proqram ekrana əvvəlcə 17, daha sonra isə 4 qiymətini çap edər. Aha. Deməli, bizim üçün belə deyək, printdə hansı dəyişənlər çap olunub? S və A dəyişənləri və şərtdə deyir ki, əvvəlcə 17 qiyməti çap olunub. Deməli, S-in qiyməti 17 olub, birinci bu çapa gedib. Daha sonra 4 qiyməti, deməli A-nın da qiyməti 4 olub, ikinci isə bu qiymət çapa gedib. İndi baxaq ki, proqramda necə bir proses gedib ki, S üçün 17 və A üçün 4 qiyməti çapa gedib. Biz də hansı ədəd tapmalıyıq? Ən böyük ədəd. Baxaq ki, baxın, A-nın ilkin qiyməti 0-dır və A hər dövrün sonunda bir vahid artır. Yəni dövr gəlir bura qədər çatır. Burada A-nın qiyməti bir vahid artır. Bəs S dəyişəni nə iş görür? Baxırıq ki, burada bir ədəd daxil olunur və ədəd baxın bu ikinci hissədə kiçilir və kiçilmiş ədədlə if şərti yoxlanılır. İf şərti nədir? Təklik şərtidir. Yəni ədədin 2-yə bölünməsindən alınan qalıq 1-ə bərabərdirsə, bu şərtə hə deyirəmsə, o zaman S-in belə deyək cəmləyəcəm də, S üçün bir qiymət əldə edəcəm. Deməli, bu hə olması üçün də verilmiş ədədin tək olması lazımdır. Yəni, əgər ədəd, misal üçün deyirəm, 24, 2-yə bölünməsindən alınan qalıq 1-ə bərabərdir, buna yox deyirəm. Niyə? Çünki 24 ədədi cüt ədəddir də. Yəni, 24-ün 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdir. Ümid edirəm, fikrim aydındır. Bu şərt adlanır təklik şərti. Təklik. Deməli, bu ədəd nə edir? Bu, üzr istəyirəm, S dəyişəni nə edir? Deməli, S dəyişəni daxil edilmiş ədədin tək rəqəmlərini cəmləyir. Aha, indi gəlin hər hansı bir ədəd daxil edək və bunu təsdiqləyək. Daha sonra misalımıza baxarıq ki, A dəyişəni hansı halda necə qiymətini artırır. Misal üçün yazaq 2799 ədədini. Böyüdüyümüz 9-dan deyirik hə. Burada qiyməti azalır. 2799-un ona bölünməsindən alınan tam isə eləyəcək 279. N olacaq buradan 279. Və gəlirik şərtimizi yoxlamağa. Deyirəm 279-un 2-yə bölünməsindən alınan qalıq 1-ə bərabərdirmi? Deyirik hə, çünki ədəd tək ədəddir. Gəlirəm indi S dəyişəninin qiymətini tapmağa. S-in ilkin qiyməti 0-dır, plus N ona bölünməsindən alınan qalıq. Yəni 279-un ona bölünməsindən alınan qalıq eləyəcək 9. Cavab elədi buradan 9. A burada neçə vahid artacaq? 1 vahid. İlkin qiyməti 0-dır, plus 1 eləyəcək 1. Daha sonra N-in yeni qiymətindən yenidən dövrə qayıdıram. 279 böyüdürmü 9-la deyirik, hə? Bu zaman N burada neçə olacaq? 27 və 27-nin 2-yə bölünməsindən alınan qalıq 1-ə bərabərdirmi? Deyirəm, hə, bu da tək ədəddir. S buradan neçə eləyəcək? Deməli, 9 plus, S-in son qiyməti plus, 27-nin ona bölünməsindən alınan qalıq, yəni 7. Burada elədi cavab 16. A neçə eləyəcək burada? A yenə bir vahid artacaq, 1 plus 1 olacaq 2. Daha sonra N-in son qiymətindən yenə dövrə gedirəm. 27 böyüdürmü 9-dan deyirik, hə. Aha. O zaman N buradan eləyəcək 27-nin ona bölünməsindən alınan tam hissə, yəni 2. İndi deyirəm 2-nin 2-yə bölünməsindən alınan qalıq bərabərdirmi 1-ə? Buna deyirəm yox, çünki 2 tək ədəddir. O zaman S üçün heç bir qiymət cəmlənmir və keçirəm A-ya. A neçə olacaq burada? A if-lə eyni cərgədə olduğuna görə bu if şərti ödənsə də, ödənməsə də A üçün hər zaman belə deyək, keçərlidir də, yəni qiyməti mütləq artmalıdır. A hər dövrün sonunda qiymətini artıracaq. Çünki if-in daxilində deyil, bu sərbəst dəyişən kimi gedir. A buradan neçə olacaq? 2 plus 1, 1 vahid artacaq, olacaq 3. Daha sonra N-in son qiymətindən 2 ilə gedəcəm yenə dövrə. 2 böyüdüm 9-dan deyəcəm yox və dövrümüz sonlanmış olacaq. Deməli, mən 4 rəqəmli bir ədəd daxil edəndə A dəyişəninin qiyməti 3 olur. Aha, deməli, mən A üçün 4 ala bilmək üçün bir 5 rəqəmli ədəd daxil etməliyəm. 5 rəqəmli. S dəyişəncə burada nə edir? Deməli, S dəyişəni gəlir bu ədədlərin, üzr istəyirəm, ədədin rəqəmlərinin tək olanlarını cəmləyir. Baxın, 9-u cəmlədi və 7-ni cəmlədi. İndi deyəcəksiniz, bəs niyə sonuncu 9-u cəmləmədi? Çünki sonuncu 9 artıq buradakı yazılışa görə itir, belə deyək də, həqiqətən itir. Niyə? Çünki baxın, belə deyək də, 2799 ədədin ona bölünməsindən alınan tam hissəni tapdıq. Onu yazaq da. Buradan cavab edir 279 və artıq mən sonuncu rəqəm təkdə olsa, cütdə olsa həmin rəqəmi itirirəm. Ümid edirəm, fikrim aydındır. İlk dövrdən o rəqəm gedir. Tək də olsa mən cəmləyə bilmirəm. Hansı ədədlər cəmlənir bəs? 9 və 7. Bax, bu iki rəqəm cəmlənir. S üçün nəticənə 16 qiyməti, A üçün isə 3 qiyməti çapa getmiş olur. Gəlin bunu yoxlayaq əvvəl. Aha, indi gəlin ədədimizi daxil edək.
Deməli, ədəd mən neçə daxil elədim? 2799. Enteri sıxıram. Baxın, A üçün 16, üzr istəyirəm, S üçün 16, A üçün isə 3 qiyməti çap olunmuş olur. İndi gəlin misalımıza qayıdaq. Bizim misalımızda dediyimiz kimi A üçün 4, S üçün isə 17 qiyməti çapa getmişdi. İndi variantlara baxaq. Birinci qayda odur ki, variantları bir-bir yoxlamaq o uzun çəkəcək. Ona görə də rahat formada gəlin sadəcə biz necə eləyib məntiqlə 17 və 4 nəticəsini əldə edə bilərik ona baxaq. Baxırıq ki, burada mən bayaq dedim, misal üçün bir ədəd daxil eləyəndə bu hissədə artıq son rəqəm itirilmiş olur da. Baxın, ona əsasən, bax bunun misal üçün hər hansı bir variantlarını yoxlayaq. Baxın, misal üçün bunu yoxlasaq, son rəqəm əvvəldən itmiş olurmu? Yerdə qalan tək ədədlər hansılardır? Buradakı 9, buradakı 9 və üzr istəyirəm, bu 7 və bu 9. Burada cəm neçə eləyəcək? Burada cəm eləyəcək 25. Deməli, burada A üçün 25 qiyməti çapa gedəcək. Onun üçün, yəni üzr istəyirəm, S üçün 25 qiyməti çapa gedəcək. Onun üçün bu variant səhvdir. Gəlirəm D-ni yoxlamağa. Baxırıq, yenə son qiymət gedəcək. Burada olacaq 9, 9 və 7. Yenə burada da 25 qiyməti çapa gedəcək. C variantına baxsam. Baxırıq ki, yenə baxın, son qiymət gedəcək. Əlimizdə 9 və 7 qalacaq tək ədədlər üçün. Mən bayaq dedim axı, S tək ədədləri cəmləyirdi də. Yəni, daxil edilmiş ədədin tək rəqəmlərini cəmləyirdi daha doğrusu. Deməli, burada əlimdə sadəcə 9 və 7 qiymətləri qalacaq və nəticə burada 16-nı vermiş olacaq. Ona görə bu da gedəcək. B variantına baxsaq, yenə sonuncu qiymət, baxın, burada itirilmiş olur. Əlimdə hansı tək ədədlər qalır? 9, 7 və 1. Buradan isə 17 qiyməti çapa gedir. İndi isə bu A variantına baxsaq, yenə son qiymət itirildi. Burada qalacaq necə? 7, 9 və 9. Belə yəni, tək ədədlər qalır bunlar. Yenə burada cavab olacaq necə? 25. Deməli, hansı halda bizim üçün tək ədədlərin cəmi 17 olur? B variantında və aydın məsələdir ki, biz burada 5 rəqəmli ədədlər daxil etdiyimizə görə hər birində A-nın qiyməti 1 vahid artacaq və 4 olmuş olacaq. Gəlin indi misal üçün deyirəm, A və B variantlarını yoxlayaq və doğruluğunu görək. Başlayaq A variantında daxil edilmiş qiyməti yoxlamağa. Deməli, 98791 böyüdümü 9-dan? Deyirəm, hə. N bərabər verilmiş ədədin ona bölünməsindən alınan tam hissə. Deməli, 879 olacaq. Daha sonra şərti yoxlasaq, 9879 2-yə bölünməsindən alınan qalıq 1-ə bərabərdirmi? Deyirəm, hə. S buradan neçə eləyəcək? İlkin qiyməti 0-dır və bu ədədin ona bölünməsindən alınan qalıq. 9879-un da ona bölünməsindən alınan qalıq eləyəcəyimi 9. Ədəd 0-la, üzr istəyirəm, S dəyişəni 0-la 9-u toplayıb 9 nəticəsini ekrana çıxardacaq. A 1 vahid artacaq, olacaq 1, 0 idi, 1 vahid artdı, oldu 1. İndi gəlirəm verilmiş son ədədlərin yenidən dövrə qayıtmağa. 9879 böyüdümü 9-dan? Deyirəm, hə. O zaman nə edirəm? Deməli, N yenə ədədi azaldacaq. 987 eləyəcək, son qiymət gedəcək. Buradan N neçə eləyəcək? 987-nin 2-yə bölünməsindən alınan qalıq 1-dirmi? Deyirəm, hə. Hətta buna elə bərbaşdan hə yazaq. Bu da tək ədəddir də. Bunu hə dedim. S neçə eləyəcək o zaman? 9 plus S-in son qiyməti və N ona bölünməsindən alınan qalıq. 987-nin ona bölünməsindən alınan qalıq eləyəcək 7. Burada cavab eləyəcək 16. A 1 vahid artacaq, olacaq 2. Düzdürmü? İndi gəlirəm 987-ni yoxlamağa. Böyüdümü 9-dan? Hə deyirəm. N burada neçə eləyəcək? N burada eləyəcək 987-nin ona bölünməsindən alınan tam hissə. Yəni 98. Burada şərti artıq yox deyəcəm. Çünki 98 cüt ədəddir və 2-yə bölünməsindən alınan qalıq 1 deyil, artıq 0 olur. Ona görə yox dedim. S üçün heç bir qiymət artımı olmadı. A oldu burada nə? A oldu burada 3. İndi gəlirəm 98 böyüdümü 9-dan? Deyirəm, hə. N eləyəcək, tam hissə eləyəcək 9. Buna deyəcəm, hə. Artıq burada S neçə olacaq? S olacaq 9 plus 7. Bax, bunu olduğu kimi yazdım. Yəni, bir də 16-nı yazmadım. Plus 9. Yəni, burada nəticə necə eləyəcək? 25. A da 1 vahid artacaq, olacaq 4. Yəni, burada N üçün indi sonuncu qiyməti yoxlasam, 9 böyüdümü 9-dan? Deyəcəm, yox. Artıq burada dövrümüz başa çatmış olacaq. Gördüyünüz kimi S dəyişən üçün bayaq da dedim də 25 qiyməti, A üçün isə 4 qiyməti çapa getmiş olacaq. İndi gəlin B variantını, doğru variantımızı yoxlayaq. Deməli, B variantını yoxlayaq. Böyüdümü 9-dan? Deyirəm, hə. O zaman N neçə eləyəcək? 9871. Son qiymət getdimi? İndi N-i, üzr istəyirəm, if şərtini yoxlayaq. Deməli, ədəd tək ədəddir. Hə, deyəcəyik. Ümid edirəm, artıq fikrim aydındır. Yəni, bu ədəd tək ədəddir və 2-yə bölünməsindən alınan qalıq 1-dir. O zaman S dəyişəni neçə olacaq? 0 plus N-in ona bölünməsindən alınan qalıq. 9871-in ona bölünməsindən alınan qalıq eləyəcək 1, bu eləyəcək 1. A isə burada 1 vahid artıq 1 olacaq. Gəlirəm indi 9871 ədədini böyüdümü 9-dan? Deyirəm, hə.
n burada eləyəcək 987, yəni ona bölünməsindən alınan tam hissə. Bunu artıq deyəcəm. Deməli, hə, yenə artıq hə olacaq. Çünki deməli 2-yə bölünməsindən alınan qalıq 1-də, ədəd tək ədəddir ona görə. S bərabər eləyəcək neçə? 1 plus ədədin ona bölünməsindən alınan qalıq. Yəni 7. Bu elədir 8. İndi gəlirəm A olacaq, bir vahid artacaq olacaq 2. 987-nin böyüdümü 9-dan onu yoxlayaq. Hə deyirik. N burada eləyəcək 9 deməli ona bölünməsindən alınan tam hissə. Aha, eləyəcək 98. Buna deyəcəm yox. Çünki 98 cüt ədəddir və bu şərti ödəmir. Ona görə A bir vahid sadəcə artacaq. İflə eyni cərgədədir. Mütləq hər bir halda cəmlənməlidir, artmalıdır. A olacaq buradan 3. İndi gələcəm 98 böyüdümü 9-dan? Deyəcəm hə. O zaman n, yəni 98-in ona bölünməsindən alınan tam hissə eləyəcək 9. Buna deyəcəm hə. Çünki 9 tək ədəddir, bu şərtimi ödəyir. O zaman S neçə eləyəcək? 8 plus 9. Ümid edirəm fikrim aydındır. Buradan nəticə eləyəcək 17, A bir vahid artıq olacaq 4. İndi gələcəm 17, özürsəm 17 nə idi bağışlayın? Deməli 9. 9 böyüdümü 9-dan n-in son qiymətini yoxlamalıyam. Mən səhvən getdim, üzrü sayın. 9 böyüdümü 9-dan buna deyəcəm yox. Və bu halda dövrümüz başa çatmış olacaq. Həqiqətən də S dəyişən üçün 17, A dəyişən üçün 4 nəticəsi ekrana çıxmış olacaq. Gəlin Pythonda da yoxlayaq. Qiymətimizi daxil edək. 98.719. Enteri sıxıram. Gördüyünüz kimi ekrana nəticə 17 və 4 kimi çıxmış olacaq. Bu qədər. Ümid edirəm fikrim aydındır. Sağ olun. Allah amanında.